sayı adına bax müəyyən. Yəni sayın miqdarı müəyyəndir. Bunun sualı neçə, nə qədərdir? Biraz suallar yaddan çıxır, suallara diqqətli olun. Müəyyən miqdar sayı neçə, nə qədər sualına cavab verir. Adından görsənir, sayı müəyyəndir. Məsələn 5 müəyyəndir. Məsələn 15 müəyyəndir. Say müəyyəndir. 1000 də desə müəyyəndir. Elə yeri gəlmişkən bir şey deyim, müəyyən miqdar sayı quruluşsa, burada daha çox quruluşsa, növlərinin quruluş hissəsində çaşırıq. Bura diqqətli olun. Müəyyən miqdar sayı quruluşsa ya sadə olacaq, ya da mürəkkəb olacaq. Düzəltmə müəyyən miqdar sayı yoxdur. Ya sadədir, ya mürəkkəbdir. İndi gələk. Müəyyən miqdar sayı özündən sonra gələn isim təkdə olmalıdır. Məsələn, yazıram ki, 3 kitab. Müəyyən miqdar sayından sonra gələn isim təkdədir. 3 kitab. Cəmdə ola bilməz. 3 kitablar deyə bilmərəm. Bilirsiniz niyə? 3 ilə konkret sayın bildirir də. Mən niyə cəm artırım ki? 3 kitab. Kitablar deyə bilmərəm.